Beynəlxalq Atom Enerjisi Agentliyinin direktoru Rafael Grossi İrandadır. O, İrana yola düşməzdən əvvəl Le Monde qəzetinə verdiyi müsahibədə Tehranın nüvə problemi ilə bağlı İran və ABŞ arasında Omanda başlanılan dialoqda öz təşkilatının iştirakını arzuladığını deyib. O hesab edir ki, İran nüvə silahı hazırlamağa yaxındır. Biz Arakçi və Uitkov arasında iki tərəfli dialoqun bir hissəsi deyilik, lakin buna biganə də deyilik. Onlar çox yaxşı bilirlər ki, hər hansı potensial razılaşmaya öz sözümüzü deməliyik. Çünki bunu sınaqdan keçirən tərəf biz olacaq. Ona görə də bizim tərəfimizdən onlarla qeyri-rəsmi mübadilələrə başlanılıb.